Basabas zamanı metro vaqonunu yadınıza salın. Sərnişinlər səni o qədər sıxır ki, hər tərəfdən heç yandan tutmasan da yıxılmırsan. Və bunun özündə bir rahatlıq var, bir komfort var. Palaza bürün, ellə sürün. Cığır nə deməkdir? Yəni bir yerdən insanlar o qədər keçib ki, ayaqları ilə o qədər əzib ki, artıq həmən yerdə təbii yol əmələ gəlib. Yaxşı, bəs bu yol bütövlükdə özü səhv bir tərəfə gedirsə necə? Cəmiyyət azğınlaşırsa, heyvanlaşırsa, əgər getdiyimiz bu yol bizi uçuruma aparırsa necə? Qoyun sürüsü uçuruma gedirsə, o sürünün ortasında olmaq hələ də təhlükəsizdir? Xeyr, bu halda sürünün ortası elə ən təhlükəli yeridir. Çünki sürü uçuruma doğru gedirsə, ortadakı qoyunu da özü ilə aparır. Ortada uzaq görən ola bilmirsən, uçurumu görmürsən. Çünki hara baxsan gözün bir qoyuna dəyir. Amma uçurumu görsən belə, xəbər tutsan belə, yenə kənara çıxa bilmirsən. Çünki hər tərəfdən sürü səni ortaya sıxır.